Mən bilirəm. Mən bilirəm, Sara razı olmayacaq. O Bəhramdan əl çəkməyəcək. Ancaq yenə bir özündən soruşaq görək nə deyir. Kişi Sara nə ittir ki, bir ondan da soruşaq, hə? Mən razıyam, biz sana. Hirslənmə. Özündən soruşaq görək də. Bəlkə dilə tutub razı saldı. Ağzı nədir razı olmasın? Biz ondan hava xətrin qalmasın deyə soruşarıq. Yoxsa ona kim qulaq assın? Ona söz yox. Əlbəttə ona qalsa razı olmayacaq. Razı olmayacaq. Çox bədə-bədə eləsə, ipi sallam boğazına, tullaram quyuya. Nə dili bilər, nə dodaq. Sonradan 2 nəfər şahiddir. Onlara da inandırıram ki, Sara evdən gedib gəlməyib. Hər şahidə də 3 manat verərəm, qurtarar gün. Gəl. Gəl otur qızım. Otur qızım, otur. Otur. Sara, bilirsən nə var? Biz səni Hüseyin ağanın oğlu Qurbana vermişik. Hə, bir gün kəbin kəstirməyə gedəcəyik. Gəldik ki, sənə deyək, sən də hazırlaşasan. Yəqin razıdır. Sevindiyindən ağlayır, dinmir. Mənim qızım ağıllı. Əlbəttə. Ağıllıdır. Heç böyük sözündən çıxmaz. Elə deyil mi qızım? Ben size o gün dedim. Ben Behram ile her uşaqlıqdan bir yerde olduğum için ondan ayrı yaşayabilmərəm. Necə? Nə dedin? Ben Qurbana gitmeye, Sonra. ben Qurbana gitmeye razı değilim. Razı deyilsən. Anacığım. Həmzə dayı. Ana, mənə rəhm edin. Səni bir dərdə salaram. Özün də afərin deyərsən ha.